Sonuncu videoda qeyd elədik ki, bizdə modern kompüterlərimizdə CPU-lar byte adresibildir. Yəni CPU hər hansı bir oxuma və yaxud da yazma əməliyyatını göndərdikdə bunu 1 byte üçün edir. Yəni mənə misal üçün 5-ci byte məlumatı lazımdır kimi bir istək göndərir. Və həmin o bir byte-ın istəyini də memory controller-a deyir və memory controller da o 5-ci byte gedir ya cache-dən ya da ki main memory-dən çəkir. Misal üçün deyək ki 5-ci byte istədikdə memory controller baxır ki 5-ci byte hansı blok aralığında yerləşir və həmin o blokun adresini main memory-yə deyir. Yəni qısaca belə də deyə bilərik ki, həmin o memory controllerumuz main memory-ni bloklar şəklində görür. 64 byte-lıq, yəni modern kompüterlərdə daha çox 64 byte olur. Həmin o 64 byte-lıq bloklar şəklində görür. Və həmin o istək main memory-yə də gedəndə o 64 byte-lıq blok götürülüb 64 byte-lıq cache line-ların içərisinə yerləşdirilir. Və əsasən də bu cache line-dan da block size bir-birlərinə bərabər olur. Və sonuncu videoda bir yerdə qalmışdıq ki, biz bu hansı blok hansı cache line-a yerləşdiriləcək, bunun necə müəyyən edirik? Burada qalmışdıq. Misal üçün 0-cı blokumuz 0-cı line-a mı, 1-ciyə mi, 2-ciyə mi, yoxsa 3-cü cache line-a mı yerləşdirəcəyik? Bunun bir texnikasının olduğunu demişdik və bu hər bir texnikanın da özünə görə mənfi və müsbət cəhətləri var. İnşallah bu texnikalardan birincisi adlanır Fully Associative Mapping. Yəni bu map eləmək adlanır da. Yəni hansı blok hansı cache line-a map olunacaq. Bu əməliyyatın adı map eləmək adlanır. Və birinci bu mapping metodlarımızdan biri Fully Associative Mapping-dir. Bu necə işləyir? Bunun işləmə məntiqi içərilərində ən sadə olanıdır. Yəni bu deyir ki, sən istədiyin bloku götürüb istədiyin cache line-a ata bilərsən. Yəni 0-cı bloku sən həm 0-da da, həm 1-də, həm 2-də, həm də 3-cü cache line-in içərisində yerləşdirə bilərsən. Bu digərlərinə də aiddir. Yəni istənilən blok istənilən cache line-a yerləşdirilə bilər mənasına gəlir bu. Misal üçün indi nümunə üzərindən keçsək, deyək ki, memory controller 0-cı bloku istəyib. 0-cı blok götürülüb 0-cı cache line-a yerləşdirəcək. Yəni 1-2-3-ə də yerləşdirilə bilər. Sadəcə baxacaq ki, 0 boşdursa, elə gətirilib 0-ın içərisinə yerləşdirəcək. Daha sonra 1-ci 1-ciyə, 2-ci 2-ciyə, 3-cü də 3-cüyə yerləşdiriləcək. Və artıq cache line, memory controller 4-cü blokun məlumatını istədikdə, baxacaq ki, həmin o məlumatı gətirib, ancaq cache line-da boş yeri yoxdur ki, o 4-cü bloku ora yerləşdirsin. Bunun üçün necə? Bu cache line-lardan birinin yerini boşaltmalıdır. Bunun da fərqli metodları var. Yəni cache dolanda hansı cache line təmizlənəcək? Bunun da fərqli metodları var. Məsəl üçün bir metod odur ki, sonuncu ən az hansı istifadə olunursa onu silmək. Bir digəri nə bilim ən əvvəl əlavə olunan, yəni ən köhnə cache line nədirsə onu silmək. Yəni bu fərqli alqoritmalar var. Bunları da inşallah özünün ayrıca videosunda biz görəcəyik. Deyək ki, yəni burada qərarı aldı ki, birinci cache line-ı təmizləsin və birinci cache line-dakı məlumatı siləcək və həmin o 4-cü blokdakı 4-cü blokun məlumatını gətirib yerləşdirəcək cache line-ın içərisinə. Burada fikir versək gördük ki, biz həmin bu birinci cache line-a biz həm birinci blokun, həm də ki 4-cü blokun məlumatını yerləşdirə bildik. Bəs indi sual yarana bilər ki, biz növbəti dəfə memory controller bir məlumatı istədikdə, dedi ilk öncə gəlir cache-ə baxır da, cache-də varmı? Varsa cache-dən oxuyur. Hardan biləcək ki, bu birinci cache line-da yerləşən məlumat həmin bu birinci blokun məlumatıdır, yoxsa 4-cü blokun məlumatıdır? Gəlin indi onu araşdıraq. Bu bizim bir dənə cache-imizdir və cache-imiz də indiki şəraitdə deyək ki, 2 hissədən ibarət ola bilər. Bir həmin bu blok hissəsi, yəni bizim 64 byte-lıq blokun məlumatı harda yerləşirsə, 64 byte-ı bu blok hissəsində biz yadda saxlayırıq. Bu tag hissəsi vasitəsilə isə biz həmin o blok məlumatının, yəni 64 byte-lıq məlumatın hansı bloka aid olduğunu müəyyən edirik. Bu necə baş verir? Gəlin ona baxaq. Deyək ki, bizdə belə bir main memory var və bu main memorimizin ölçüsü də 512 byte-dır. Və bu 512 byte-ı da dedi ki, CPU hər bir byte-ı
ayrı-ayrı, yəni spesifik bir baytın istəyini göndərir. Məsəl üçün mənə 5-ci baytı, 100-cü, 250-ci, 321-ci, yəni hər bir baytın ayrı-ayrı adresini göndərərək memory kontrollara deyə bilir ki, mənə bu spesifik baytın məlumatını ver. Və bu 512 baytın da hər birinin adresini göstərmək üçün də bizə 9 bit kifayət eləyir. Yəni 259 bizə verəcək 512 bayt. Və buna da fiziki adres deyirlər. Niyə fiziki adres deyirlər? Çünki həmin o adres özündə, misal üçün, həmin o bayt hansı bankda yerləşir, həmin bankın içərisindəki hansı sətirdə, həmin sətirdəki hansı sütunda yerləşir. Yəni həmin o DRAM-ın main memory içərisindəki fiziki olaraq harda yerləşir, o məlumatları özündə saxlayır bu adres bitləri. Ona görə buna fiziki adres deyirlər. Və deyək ki, bizim həmin o blok sayımızda 64 baytdan təşkil olunub. Yəni modernlərdə 64 bayt olur əsasən və 64 bayt olduğu üçün də blok sayımız biz 512-yi də 64-ə böləndə 8 dənə blokumuz olduğu mənasına gəlir. Yəni bizim main memorimizin içərisində 8 dənə bizim blokumuz var. İndi deyək ki, bizim CPU istək göndərir ki, mənə 271-ci bayt lazımdır. Yəni mənə memory controller'a deyir ki, mənə 271-ci baytı gətir mənə ver. Mən bunu istifadə edəcəm. Və həmin o 271-ci baytın da binary qarşılığı belə bir bit ardıcıllıq olacaq. Və bu memory controller'a bu CPU istəyə göndərəndə ki, mənə 271-ci baytı ver. Memory controller baxacaq ki, bu 271 həmin o 4-cü bloka düşür. Yəni, məsələn, 0-cı blok 0-dan 63-ə qədər olan baytları saxlayır. Birinci blokda 64-dən 127-yə, ikinci 128-dən 191-ə qədər. Yəni hər biri bir aralıqdakı baytları tutur və 271-ci bayta da baxanda görəcək ki, bu da 4-cü bloku özündə saxlayır. Və nə edəcək? Həmin o 4-cü blokun məlumatını, yəni memory kontrolu 4-cü bloku gedib RAM-dan götürəcək və atacaq həmin o cache-in içərisinə. Və dedi ki, full associative mapping olduğu üçün baxacaq ki, elə 0-cı boşsa gətiril belə birbaşa 0-cı cache line-a bunu yerləşdirəcək. Və həmçinin dedik ki, CPU bizdən istəmişdik 1 baytı. Amma biz burada RAM-dan gətirdik 64 baytı bu cache line-in içərisində yerləşdirdik. Ona görə də bu həmin o DRAM-dan, yəni main memory-dən götürüb bloku cache line-ə yerləşdirdikdən sonra ikinci əməliyyatda o olacaq ki, həmin o memory controller CPU-nun istədiyi spesifik baytı bu cache line-dan götürüb verəcək CPU-ya. Bunu da necə eləyəcək? Götürəcək, baxacaq bu fiziki adres bitin sonuncu 6 bitinə. Və sonuncu 6 bitinə baxdıqda görəcək ki, bunun qarşılığında nə deyənəm? Bu 15. Bu 15-ci başa düşəcək ki, bu sonuncu 6 bitə baxaraq. Bu 15-ci baytı istəyib. Bu 64 baytlıq blokun içərisindən CPU məndən spesifik olaraq 15-ci baytı istəyib. Və həmin 15-ci baytı götürüb verəcək CPU-ya. Buna da niyə sonuncu 6 bitə baxdı? Çünki dedik ki, bizdə 64 bayt olur da bir blokun ölçüsü və 64 blokun içərisinin hansı baytın adresini istəyirsə, onu da biz 6 bitdən istifadə edərək göstərə bilərik. Ona görə də sonuncu 6 bitin məlumatın 6 biti istifadə edərək həmin o blok datasının içərisində spesifik hansı baytı istəyirsə, o baytı götürüb verəcək CPU-ya. Və sonuncu 6 biti də biz ona görə adlandırırıq word ID. Yəni CPU-nun istədiyi spesifik baytın adresini göstərən ID, word ID adlandırırıq. Bu ilk 3 bitimiz nədir? Bu ilk 3 bitimizi isə biz istifadə edirik. Həmin o buradakı 64 baytlıq blok məlumatı hansı bloka aiddir, onun üçün istifadə edirik. Bunu da niyə ilk 3 bitə baxırıq? Bunun da səbəbi odur ki, dedik ki, biz o 0-dan başlayırsa saymağa, 0-dan 63-ə qədər gələcək bura qədər və 64 olduqda artıq bunların hamısı sıfırlanacaq və bu 1 artaraq 100 olacaq, 101. Yəni həmin o 0-dan 63-ə qədər yerləşən bütün bayt adresləri, bayt fiziki adresləri üçün bu eyni qalacaq. Həmçinin 64-dən 127-yə qədər də bu sonuncu 3 bit eyni qalacaq. 128-dən 191-ə qədər. Yəni bunlarda eyni bloka yerləşən, eyni blok aralığında yerləşən baytlar üçün bu sonuncu 3 bitimiz hər birində eyni qalacaq. Ona görə də biz bu sonuncu 3 biti blok ID kimi istifadə edirik. Və həmin o blok ID-ni də gətiririk bu tag hissəsində yadda saxlayırıq. Və növbəti dəfə deyək ki, misal üçün
2-ci baytı istəyir bu dəfə də CPU. Və 272-ci bayt da həmçinin blok 4-də yerləşdiyi üçün onu siz binary-yə çevirsəz, görərsiniz ki, onda da eyni ilə bu blok ID 100 olaraq qalacaq. Və nə edəcək CPU, daha doğrusu memory kontrolu? Gəlib axtaracaq ilk öncə ki, bu cache line-in içərisində varsa elə oradan oxuyum da, getməyim bir də rama. Və baxacaq, görəcək ki, bu 0-cı cache line-ın təqi 100-a bərabərdir və başa düşəcək ki, həmin o blok zaten bu cache-də var. Və ona görə nə edəcək? Bu sonuncu 6 bitə baxacaq, görəcək ki, onun da qarşılığı 16-dır və həmin o 64 baytlıq blok məlumatın içərisindən 16-cı baytı götürüb verəcək CPU-ya və RAM-a müraciət eləməyinə ehtiyac qalmayacaq. Deyək ki, ikinci bir istəyə göndərdi bu dəfə də bizə. Bunu yerləşdirdik bu heç. İkinci bir istəyə göndərdi. Bu dəfə də CPU dedi ki, mənə 123-cü bayt lazımdır və 123-cü baytın da binary qarşılığını tapdıq və bu şəkildə də 001-də birinci blokda yerləşdiyini də tapdıq və həmin o birinci blokdakı məlumatı da götürdük, atdıq birinci cache line-a və həmin o blok ID-ni də bu tag hissəsində yerləşdirdik. Və bu şəkildə istəkləri göndərdi. Artıq bizdəki bütün cache-lər doldu. Cache line-ların hamısı doldu. Və növbəti mərhələdə də yenə istək göndərdi CPU ki, mənə bu dəfə lazımdır 419-cu bayt. Və nə edəcək yenə dedik? Memory controller həmin o fiziki adresdən sonuncu 3 biti götürəcək və axtarmağa başlayacaq. Baxacaq 0-cıya, görəcək ki, yox, 110 buna bərabər deyil. Birinciyə baxacaq, bərabər deyil. İkinciyə baxacaq, bərabər deyil və üçüncüyə baxdıqda görəcək ki, həmin o üçüncünü cache line-dakı taglə bu blok ID bir-birinə bərabərdir və başa düşəcək ki, artıq bu məlumat mənim cache-imdə var. Və bir də gedib memoriya müraciət eləməyəcək. Və birbaşa elə götürəcək oradakı blok məlumatını və onun içərisindən də bu nəyə bərabərdir? 35 deyəsən. 35-ci həmin 64 baytlıq blok məlumatın içərisindən 35-ci baytı götürüb verəcək CPU-ya. Və burada belə bir şey də qeyd eləyək ki, bu axtarış ardıcıl davam eləmir də. Yəni gəlib birinci bu 0-cıya, sonra birinciyə, sonra ikinciyə, sonra üçüncüdə axtarmır. Çünki belə axtarsa bu çox yavaş bir proses olar. Niyə çox yavaş olar? Bizdə deyək ki, əgər bizim cache-in ölçüsü deyək 512 kilobaytdırsa əgər və yaxud da 256 kilobayt, deyək 512-dir. 512 kilobaytdırsa, biz bu 512 kilobaytı da 64-ə bölsək, təxminən biz eləyəcək 8000, 9000 cache line-dan ibarət olacaq. O 8000 sətrin, cache line-ın hər birini bir-bir yoxlasa, bu çox uzun bir vaxt alacaq. Ona görə nə ediblər? Bu cache-in içərisində hər birində, hər bir sətr üçün, hər bir cache line üçün bir dənə komponent qoyublar və komponentlərin də hər biri paralel şəkildə bu blok ID-nin onda yerləşən tag ID-yə bərabər olduğunu yoxlayır. Yəni 8000 dənə səndə cache line varsa, bu 8000 dənə cache line-ın hər biri üçün bir dənə komponent implementasiya ediblər və bu 8 dənəsi eyni anda axtarış baş verəndə eyni anda axtarır və harda tapırsa oradakı blok datasını götürür, ötürür, verir memory kontrolera. Və bu səbəbdən də həmin bu algoritm bizə mənfi cəhətləri gətirib çıxarır. Mənfi cəhəti nədir? Birincisi odur ki, bu 8000 dənə sətrimiz varsa, sən gərək 8000 dənə bu komponentdən əlavə eləyəsən həmin o cache implementasiyanın içərisinə və bu hər bir komponentində özünün bir xərci var da, onun istehsal eləməyin bir xərci var. Ona görə də əgər sən kəşfi full associative mapping məntiqi ilə istehsal eləsən, sənin kəşfin maliyyəti qalxmış olacaq. Həmçinin 8000 dənə sətirdə paralel şəkildə axtarış getsə nə baş verəcək? Bu axtarış enerjini çox aparacaq da. Yəni fikirlə ki, 8000 dənə komponent eyni anda çalışmağa başlayır. Və eyni anda çalışmağa başlayanda da sənin kəşfin, yəni CPU-nun deyək də, baterkanın enerji sərfiyyatı çox yüksək olacaq. Biz bunu ayrı-ayrı ardıcıl da eləyə bilmərik. Çünki niyə? Hər birini bir-bir, yəni birinci buradan, sonra buradan, yəni 8000 dənə ardıcıl belə yoxlasa da o zaman da bizim kəşfimizdən qazandığımız sürətin hər birini bu axtarma prosesinə sərf eləyəcəyik. Ona görə də biz paralel eləyirik. Paralel eləyəndə də belə bir mənfi cəhətləri var. Ona görə də bu həmin o full associative mapping metodunu demək olar ki, istifadə eləmir. Yəni bunun da bəzi texnikalarından istifadə edərək başqa mapping metodu var. Onun içərisində istifadə edəcək. Yəni burasını biraz qarışdırdım. Nəysə. Amma bu full associative mappingin üstünlüyü nədən ibarətdir? Ona da baxsaq görərik ki, bunun üstünlüyü odur ki, bu hər bir cache line-ı maksimum dərəcədə səmərəli istifadə edir. Yəni necə? Əgər hər hansı misal üçün 0-cı deyək ki, bunu silək. Yox, səhv sildim. Deyək ki, əgər bizim bu birinci
cache line'ımız boşdursa, həmin o memory controller heç vaxt götürüb oradakı blokun birini bu ikinciyə və yaxud da üçüncüyə yerləşdirməyəcək. Yəni buradakı məlumatı silməyə çalışıb ora yerləşdirməyəcək. Baxacaq ki, bu birinci boşdursa elə gətirib birinciyə yerləşdirəcək. Yəni hər bir o cache line-ı maksimum dərəcədə səmərəli istifadə etməyə çalışacaq. Bu da full associative mapping-in ən üstün cəhətidir. Bir mənfi cəhətini də qeyd eləməyi unutdum. Digər mənfi cəhəti də bunun ondan ibarətdir ki, bu dedi ki, cache line-ların 4-ü də artıq dolduqda neyniyəcək? Müəyyən bir algoritmalar var da, hansı cache line-ı silsin. Məsələn, 0-cını mı silsin, 1-cini mi, 2-cini mi, 3-cünü mü? Bu algoritmaların özü də müəyyən qədər zaman alan bir algoritmalardır. Həmçinin enerji sərf edən bir algoritmalardır. Ona görə də sən əgər 8000-dən içərisində hansını silməyi müəyyən eləməyində sənin cache-ini müəyyən qədər yavaşladacaq. Və yaxud da bunu maksimum dərəcədə effektiv eləmək istəsən, o zaman kəşfin maliyyəti qalxacaq. Yəni bir dezavantajı da bu full associative mapping-in budur. Amma dediyim kimi bu full associative heç də yararsız deyil. Bunun da bəzi üsullarından, bəzi yönlərindən yararlanaraq biz daha effektiv bir cache məntiqi implementasiya edirik. Yəni bu cache-lərimizin içərisində onlardan istifadə eləyəcəyik. İndi növbəti videolarda inşallah görəcəyik onu.